18 fevral 2026-cı ildir. Hər birinizi xoş gördük, əziz izləyicilərimiz. Bugün gözəl bir aksiya həyata keçirdirik. Xahiş edirəm, imkanı olan şəxslərdən bizim bu aksiyamıza qoşulsun və dəstək versin. Bu ev, bu həyət mənim rəhmətli Əli dayım qızı Vəsilənin evidir. Və eyni zamanda Ləmbaran kəndində küçələrimiz genişlənəndə, qəbristanlıqlar abadlaşanda böyük zəhmət olan Bəhruz qardaşın evidir. Bu 6 dənə 5 dənə 6 metrik operator çək, 6 metrik 5 ədəd profnastili Bəhruz qardaşımıza Vəsilənin hasarı üçün Ləmbaran kənd xeyriyyə cəmiyyəti göndərib. Cəmiyyətin idarəçilərinə və bütün kollektivinə təşəkkürümü bildirirəm. Vəsilənin ev tikiləndə yaxşı qardaşlarımız əlindən gələn dəstəyi veriblər. Məqsədimiz budur ki, bax, bu səfəri aradan götürək, bunlara yaxşı səliqəli bir hasar çəkək. İndi istəyimiz nədən ibarətdir? Bu hasarın çəkilməsinə demək 24-25 metr 76'lıq turba almalıyıq və siment almalıyıq. Kubimiz də var. Bax, kubimiz də var. Bunu hörək bura. Bizə lazımdır ki, turbalar alaq, siment alaq, turbaları basırıq. Sonra bu profnastiləri bağlayıb 2 metrdən 2 metr yarım hündürlüyündə burada bir qəşək hasar yaradaq. Bu məhəllədə görünməsin. Həm də qarğı ilə səfər hörməkdən əziyyət çəkməsinlər. Allah Teala dəstək verən qardaşlarımızdan razı olsun. Ləmbaran kənd xeyriyyə cəmiyyətindən və onlara idarə heyətindən razı olsun. 6 metrik 5 ədəd profnastiləri pay veriblər bu ailəyə. Allah tanrıdan sağ olsun. Bu gün eyni zamanda Ərəmli qəbristanlığında, Aşağıbaş qəbristanlığında, yollarımızda, bizim bütün aksiyalarımızda yanımızda olub kömək eləyən Bəhruz qardaşın bacısının 40 mərasimidir. Bugün bacısını anır. İndi dost, tanış, qonum, qoşu, ürək istəyənlər gəliblər bura Bəhruz qardaşa başsağlığı verməyə. Ardında. Allah rəhmət eləsin, gələnlərə də təşəkkürümüzü veririk. İnşallah dəstəyinizi gözləyirik. İnanırıq ki, bizim bu aksiyamızda bugün 150-200 manat vəsait yığağın, 150-200 manat vəsait yığıb bu problemləri aradan götürən inşallah. İlkin dəstək olaraq, mən Baxşeş müəllim olaraq, kanal rəhbərli olaraq ilkin dəstək Bismillah, Allah ödə xeyir versin. Sizi də bu aksiyaya qoşulmağa dəvət edirəm. Axşam üstünə kimi, kimin qəlbindən, ürəyindən nə gəlir, göndərsin. 150-200 manat vəsait düzəldik. Qəşək buranı hörək, turbalarını bastıraq. Ondan sonra profnastilərini bağlayaq. Artıq da qalan simentini alaq inşallah. Evdə müəyyən şeylər var, inşallah onları görək. Köldən də səs yapayaq. İnşallah ki, bax, səfəri yerini götürüb, yerini təmizləyib, bura hasar çəkmək istəyirik. Allah rızasını, bax, Allah rızasını bu ailəyə dəstək verməyimizi gözləyirik. Allah mərhəmətlidir, Allah mərhəmətli olanları sevir. İnşallah ki, dəstəyinizi gözləyirik. Allah sizdən razı olsun. Təkrar edirəm, bu 20 manatı mən dəstək oldum bu aksiyaya. Bu 10 manatı da bugün Bəhruz qardaşımızın bacısının 40 mərasimi olduğuna görə istəyən dostlarına gəlib başsağlığı verməyə Bəhruza. Molla Çingizəmi də gəlmişdi. Gəldi həmi Bəhruzun bacısına ruhuna Quran-ı Kərim tilavətini elədi. Həm də 10 manatda bu aksiyaya dəstək verdi, getdi. Molla və Dəmirçi Çingizəmi bacımın qaynatası və Nizatın atası. Molla Çingizəmi də bu aksiyaya 10 manat dəstək verdi. Belə bir ilkin başlanğıc olaraq 30 manatımız var. Dəstəyinizi gözləyirik, dəstək verməyə davam edin. Əvvəlcədən dəstək olan insanlara təşəkkürümüzü bildiririk. Minimum 150-200 manat, 250 manat vəsait düzəldən, inşallah buranda yekunlaşdıran. Allah xeyir versin. Minnətdarım sizə. Var olun əziz xeyriyyətçilərimiz. BMT TV, Baxşeş müəllimin kanalı, online internet televiziyası və YouTube kanalı təqdim edir. Kanalımızda videolarımızın baxış sayının çox olması üçün kanalımıza abunə olun, bəyənin, şərh yazıb paylaşmağınızı xahiş edirik. Dəyər verdiyiniz və dəstək olduğunuz üçün öncədən hər birinizə təşəkkür edirik.
Kanalıma abone olun, şərh yazın, like edin və paylaşın. Mənə dəyər verən bütün dostlarıma təşəkkürümü bildirirəm.